Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina Muhammedin ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ve la'netullahi ala a'daihim ecma'in minel an ila qiyam yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. İlk önce karşıdan gelen Aşura müsibət münasibəti ilə hamınıza dərin hüzünlə başsağlığı verirəm. Allah Teala bizi Əhl-i Beytin şad günündə şad, qəmli qüssəli günlərində qəmli olan müsəlmanlardan, möminlərdən eyləsin. Müsəlmanlar, möminlər hər il Mühərrəmi qeyd edirlər. Mühərrəm ayında xüsusilə 10 gününü qeyd edirlər. Bu 10 gündə müsəlmanlar məscidlərə gəlir, Hüseyniyələrə yığışırlar, matəm günlərini qeyd edirlər. İmam Hüseyn ağa hər şeyindən keçdi. Canından, qanından, balalarından, əzizlərindən, qardaşlarından. Allah yolunda, din yolunda, həqiqət yolunda keçdi. Niyə? Nə demək istəyirdi? Hansı mesajlar vermək istəyir? Bizim üçün hansı dərslər vardır? Biz bu məktəbdən hansı dərsləri almalıyıq? İmam şəhid oldu, cənnətə getdi. Peyğəmbərimiz buyurdu, İmam Həsən, İmam Hüseyn cənnət cavanlarının ağasıdır. O cənnət əhlidir. Peyğəmbər tərəfindən müjdələnib. Biz bu günləri qeyd ediriksə, özümüz üçün, öz nəslimiz üçün, balalarımız üçün, müsəlmanlarımız üçün qeyd edirik. Onlar cənnət əhlidirlər. Biz hansı dərsləri alırıq? Hansı nəticələri çıxardırıq? Nə öyrənirik bu məktəbdən? Bu məclislərdən, bu matəm günlərində gərək bu nəticələri çıxardaq, bu dərsləri alaq. Mən bu 10 gündə inşallah bu barədə danışaram. Bizim üçün hansı dərslər vardır bu gündə? İmam Hüseyn ağanın öz buyurduqlarına əsasən sonrakı gələn imamlarımızın dediklərinə əsasən imam insanları oyatmaq istəyirdi. İnsanları qəflət yoxsundan oyatmaq istəyirdi. İnsanları diriltmək istəyirdi. Qur'anın, İslamın fəlsəfəsi bundan ibarətdir. İnsan təbiətən yuxulamağa meyillidir. İstəcibu lillahi və lirrasul idə da'akum limə yuhyikum. Allah və Rasulunu qəbul edin. Çünki Allah və Rasulu sizi diriliyə çağırır. Oyanışa çağırır. İnsanlar qəflət yoxsundadırlar. İnsan təbiətən yuxulamağa, yatmağa meyillidir. İqtaraba linnâsi hisabuhum və hum fi gafletin mu'ridun. İnsanların hesab kitabı yaxınlaşır, onlar qəflətə düşüblər, qəflətdədirlər. Dünya insanı özünə məşğul eləyir. Nəfs insanı ədalətdən, haqq yolundan, həqiqətdən uzaqlaşdırır. Bu elə yuxu deməkdir. İnsan qəflətə düşürsə deməli yuxudadır. Qəflət yəni yuxu. Ən-nasu niyamun idə matu intəbəhu. Aleyhisselam buyurur, insanlar yatıblar, öləndən sonra dirilərlər. Ölməmiş dirilmək lazımdır, oyanmaq lazımdır, həqiqətləri görmək lazımdır. Ya'lamuna zahirən minəl həyatid dünya. İnsanların çoxu dünyanın zahirinə baxır.
böyük əksəriyyəti. Ona görə də İmam Hüseyn ağanın öz buyurduğuna əsasən və dualarda gəlir, bəzələ muhcətəhu fikə liyəstənqidə ibadəki minəl hayrə, minəl cəhalətə və hayrətil dalalə. İmam öz ürəyinin qanını, öz canını, hər şeyini verdi ki, insanları yuxudan oyalda, cəhalət yuxusundan, nadanlıq sərgərdanlığından qaytara, onları özlərinə qaytara, həqiqəti başa düşərlər, kimdirlər, nədirlər, hara gedirlər. İmam Hüseyn ağa buyurur, Mən da abdən min dalalətin ilə ma'rifə, ma'rifətə haqqın fəəcabəhu. Əgər bir insanı sən düz yola dəvət etsən, onu azğınlıqdan çəkindirsən, kənə ləhu minəl əcri kəetqi nəsəmi. Bir insanı qulluqdan, quldarlıqdan azad etməyə bənzəyir. Bir qulu azad edəsən, nə qədər savabı vardır, nə qədər böyük iş görübsən, bir insan deyir hidayət etsən, bu qədər əhəmiyyəti vardır. İnsanları hidayət etmək, insanları cəhalət yuxusundan oyatmaq Kərbəlanın fəlsəfəsidir. Ümumiyyətlə, Qur'anımızın, dinimizin fəlsəfəsi bundan ibarətdir. Dünya malı insanı özünə məşğul eləyir. Vəzifə, şan şöhrət, tamakarlıq, bunlar insana yuxu verir. Necə qida qəbul edirsən, yemək yeyirsən, yuxulayırsan. Bunların da məsliyi var, sərxoşluğu var. Pulun sərxoşluğu. Allah Quranda buyurur, Vaylun likulli huməzətin luməzə. Vay olsun eyb axtaranlara. Sonra deyir, Əlləzi cəmə mələn və addədə. Onlar sərvəti yığırlar, sayırlar. Nə olsun? Davamında Allah Teala buyurur, Yəhsəbu ənnə mələhu əxlədə. O elə güman edir ki, bu sərvət onu əbədi bu dünyada saxlayacaq. Bu düşüncə ki var, bu təsəvvür ki var, bu insanda yaranır, pulun, sərvətin nəticəsində. Buna Quran qəflət deyir, yuxu deyir. Bu insana başa salmaq olmur ki, sən müvəqqətisən. Quran deyir, müvəqqətisən. Niyə o elə düşünür, elə təsəvvür eləyir? Çünki o sərvət onda o sərxoşluğu yaradıb. Qarunlar, Fironlar o qüdrət başında olanda, mənsəbdə oturanda heç vaxt düşünmürlər ki, oradan düşəcəklər, yıxılacaqlar. Bəli, başlarını yastığa qoyanda hər hansı bir nəsihəti, sözü eşidəndə ola bilsin bir an, bir neçə saniyə, bir neçə saat başa düşərlər, ayılalar, müvəqqəti olduqlarını anlamış olalar. Amma necə başını yastıqdan götürdü, biraz üstündən keçdi, artıq o fironluq eləyir. O özünü dünyada yenilməz, məğlub olmaz görür. Bugün dünyadakı zülmlər ki, gözümüzün qabağında baş verir, hamısı bu qəflət yoxsundan irəli gəlir. Ona görə Allah Teala buyurur, Vaylun likulli huməzətin luməzə. Onlar ki, eyb axtarırlar. Vay olsun onlara. Niyə Allah vay olsun deyir? Çünki bu cəmaatın eybini axtarır, öz eybini görmür. Niyə bu eyb axtarır? Niyə özünü mükəmməl bilir? Niyə özünü qüsursuz, səhvsiz görür? Çünki sərvəti var. Yəhsəbu ənnə mələhu əxlədə. Elə düşünür ki, onun arxası çox möhkəmdir. O yenilməzdir. Bu qəflətdir. Birin mən qeyd etdim. Şan şöhrət də belədir. Hətta bəzən elm insana cəhalət gətirir. İnsanı özünü özündə unutturur. Ona görə də İmam Hüseyn ağamızın
şəhadətinin əsas fəlsəfəsi insanları oyatmaq idi. Cəhalət yoxsundan oyatmaq. İmamlarımızın kəlamlarında keçir, İmam Sadiq ağa buyurur, İzə kənə yevməl qiyamə ba'asallahu azze və cəllə al-alimə vəl-abid. Allah qiyamət günündə alimlə abidi gətirəcək. Alimin fəziləti üstündür ya abidin. Söhbət əsl ibadət əhlindən gedir və əsl alimdən gedir. O alimlər ki, insanlara yol göstərirlər, işıq verirlər, elm ötürürlər. Və o abiddən söhbət gedir ki, həqiqətən də ibadət əhlidir. İmam buyurur ki, Qilə lil-abdi entaliq iləl-cənnə. Abidə deyiləcək, get cənnətə. Cənnət əhlidir. Sıradan olan bir namaz qılan deyil. Həqiqətən də Allaha sid qəlblə ibadət edən bir bəndədir. Və qilə lil-alimi qif. Alimə deyiləcək, dur, dayan, gözlə. Tuşəffə' lin-nas bihusni tə'dibikə ləhum. Sən insanlara şəfaat edəcəksən. Çünki sən insanlara ədəb öyrədibsən, onları oyadıbsan, onlara təlim, tərbiyə veribsən. O da cənnət əhlidir, bu da cənnət əhlidir. Amma məqamlar arasında fərq vardır. Alim insanlara yol göstərir, çıraq rolunu oynayır. Ona görə də onun məqamı, onun dərəcəsi daha üstündür. Kərbala insanlara yol göstərir, insanları cəhalət zülmətindən çıxardır. Odur Peyğəmbərimiz buyurdu, İnnəl Hüseynə misbahul huda və səfinətun nəca. İmam Hüseyn hidayət çırağıdır və qurtuluş gəmisidir. Hidayət çırağıdır nədir? Qardaşım, İmam istəyirdi insanları azad edə. İnsanlar bəzən öz nəfsinin toruna düşür, qul olur. Allah Quranda buyurur, Əfəraytə mən ittəxədə iləhə hava. Görmürsən, bəziləri öz nəfsinin quludular. İnsanlar həmişə bu təhlükədədirlər. Öz nəfsinin quluna çevrilə bilərlər. Bu barədə geniş danışacağım. Və cəmiyyətin arasında da, dünyada da elə quldurlar var, elə cinayətkarlar var, elə insanlar var ki, həm kiçik dairədə digərlərini özünə qul etmək istəyirlər, həm də böyük miqyasda. Kiçik miqyasda da bu baş verir, böyük miqyasda da. İmam Hüseyn ağa görürdü ki, müsəlmanları necə qul eləyirlər. Peyğəmbər bunları azad etdi. Bunlara təfəkkür verdi, bunlara xət göstərdi. Bunlar İslamın adıyla insanları qul edirlər. Ona görə də Kərbəlanın birinci fəlsəfəsi, birinci dərsi budur ki, insanları azad etmək istəyir, insanları qəflət yuxusundan ayırtmaq istəyir. Bəli, bu məsələ çox dərin bir məsələdir. Biz bu barədə geniş və ətraflı danışmalıyıq. Ona görə də alimin abiddən fərqi də çoxdur. Alimin məqamı daha ucadır. Çünki o insanları zülmətdən çıxardır. O insanları düzgün yola hidayət eləyir. İnsanları özünə qaytarır. Salavat çəkilin Peyğəmbər və Ali Peyğəmbər. Allahümmə salli ala Muhammed və ali Muhammed və accil fərəcəm. Allah Quranda buyurur, bəzi insanlar var, yusari'una fil xeyrat. Onlar yaxşı işlərdə tələsirlər. Quranda digər bir ayədə var, Allah Teala Ənbiya surəsində, bu Ənbiya surəsinin ayəsi idi. Yəni Am surəsinin 58-ci ayəsində buyurur ki, bəziləri möcüzə görmək istəyirlər. Bəziləri deyir ki, bəzilərin düşüncəsində belədir.
Deyirlər elə Allah bizə həqiqəti göstərsin də. İstəyirsə biz iman gətirək, biz möcüzə görək, mələki görək, baş verən möcüzələri müşahidə eləyək. Peyğəmbər möcüzə göstərirdi. Bunlar Peyğəmbərə təkliflər verirdilər. Nəhcül Bəlağada var, Həzrət Əmir buyurur ki, gəldilər, dedilər ki, ağaca de gəlsin yanıma. Peyğəmbərdən möcüzə istədilər. Allah Quranda buyurur, يَوْمَ يَأْتُ بَعْضُ آيَاتِ رَبِّكِ Allahın bəzi möcüzələrini görəcəksiniz. Xüsusilə can üstündə olanda. Can üstündə olanda görəcəksiniz. يَوْمَ يَأْتِ بَعْضُ آيَاتِ رَبِّكَ لَا يَنْفَعُ نَفْسًا إِيمَانُهَا لَمْ تَكُنْ آمَنَتْ مِنْ قَبْلِ O möcüzələri görəcəksiniz. Amma bu can üstündə olanda sizə heç bir faydası olmayacaq. Bu mövzu ayrı bir mövzudur. Sonra deyir, av kəsəbət fi imaniha xeyra. Mənim mövzum budur. Deyir, necə bir insan Allaha iman gətirməyə, amma can üstündə olanda mələkləri görə, möcüzəni görə, həqiqəti başa düşə, heç bir faydası yoxdur. Həmçinin bir insan Allaha iman gətiribsə, amma yaxşı işlər görmürsə, xeyir işlərdə tələsmirsə, o da onun kimidir. Av kəsəbət fi imaniha xeyra mənası budur ki, ləm təkun kəsəbət fi imaniha xeyra. Yəni, bu adam çalışmır. Baxın, bir var biz iman gətirmişik, deyirik, namaz əhliyik, Quran əhliyik, İslam əhliyik. Bir də var, yox, biz çalışırıq, digərlərini də hidayət eləyək. İnsanlara çıraq olaq. Ayədə Allah deyir, o insanlar ki, zahirən iman gətiriblər, ayə diqqət edin buyurur, ləm təkun amənəti min qavl, av kəsəbət fi imaniha xeyra. Ya da iman gətirib, amma xeyr işlər görməyib. Ancaq öz namazını qılıb, orucunu tutub, nə birinə əl tutur, nə birinə yol göstərir, nə birini müşkülünü həll edir. Ancaq özü üçün yaşayır. Ayədə Allah Teala buyurur, yox. Biz müsəlmanlar həm də insanları hidayət etməyə çalışmalıyıq. Məsələ o qədər önəmlidir ki, imam hər şeyindən keçir. وَالَّذ۪ينَ جَاهَدُوا ف۪ينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا Kim bizim yolumuzda çalışsa, biz onu düz yola hidayət eləyərik. Təkcə bu deyil ki, biz deyək, mən oturdum, namaz qıldım, oruç tutdum, mənim vəzifəm bitdi. Yox, sənin vəzifən həm də insanları hidayət etməkdir. Kərbalanın bizə verdiyi dərslərdən biri də budur. İmam Hüseyin ağa qırağa çəkilib deyə bilərdi, mənim nəyimə lazım? Söhbət ondan getmir, çıxasan, məsələn, hər hansı bir şəxsə qarşı, ya hansı bir dövlətə qarşı, söhbət ondan getmir. Söhbət yaxşı işlərdən gedir, söhbət insanları hidayət etməkdən gedir. O, çox böyük bir vəzifədir. Bugün siz dünyanı görürsünüz. Deyirsən, mənə təslim olmalısan, sən mənə qul olmalısan. Həmin dünyadır. Həmin prosesləri biz bugün görürük. Hələ biz əlifbasından danışırıq. Bir dindarlıq var, təkcə sən özün üçün yaşayırsan. Öz ailən üçün yaşayırsan. Bir də bir müsəlmanlıq dindarlığı var ki, sən qonşuva işıq saçırsan. Sən qohumun da fikirləşirsən. Sən cəmiyyəti fikirləşirsən. Ona görə də İmam Sadiq ağa buyurur ki, abidə dedilər, gir cənnətə, amma alimə dedilər, dayan, sən başqalarına da vasitə olacaqsan, başqalarına şəfaət eləyəcəksən. Kərbəlanın birinci mesajı budur. Biz insanların hidayəti üçün çalışmalıyıq. Birinci məsələ budur. Önəmli bir məsələdir. İmam Hüseyin ağa buyurdu, dedi, insanları sən hidayət etmiş olsan, hər bir insan hidayət etmiş olsan, Quranda da ayə var. Sanki bütün insanları dirildibsən. Deyir, bir insanı azad etmiş olubsan. Bir insanın əlinə, ayağına zincir bağlayıblar. Onu azad etmək rahatdır.
Amma insanı fikir baxımından, düşüncə baxımından azad etmək bu çətin bir məsələdir. Ona görə də savabı çoxdur. Salvat şükür Peyğəmbər və ali Peyğəmbər. صل على محمد وآل محمد وعجل فرجه وأهلك أعداءه. Huzeyfə ibn Yaman Peyğəmbərin yaxın sahabələrindən biridir. Deyirlər, bu Peyğəmbərin sir sandığı idi. Sirlərini bilirdi. Əhl-i Beytdən sonra bu Huzeyfə Peyğəmbərin bəzi sirlərinə agah idi. Bu bir şəxsi hidayət etdi Müslim Müşaci adında. Çox insanlara yol göstərmişdi, hidayət etmişdi. Bu Müslim Müşacini də hidayət elədi. Çox çalışdı, buna axır hidayət elədi. Cəməl döyüşündə Əli əleyhissalam dedi, baxın, Əhl-i Beytin məntiqinə baxın, Əhl-i Beytin sünnəsinə baxın. Cəməl döyüşündə Əli əleyhissalamla üz-üzə duran insanların hamısı namaz qılan idi. Və özlərini əsl müsəlman sayırdılar. Ağa dedi, kim bunlara Quran oxuyar? Bir nəfər lazımdır, geçsin, Quran oxusun bunlara. Son anda da onları hidayət eləmək istəyir. Bu Müslüm Uşacı bir cavan oğlan idi. Dedi, mən oxuyaram. Dedi, şəhid eləyəcəklər. Bunlar səni qətlə yetirəcək. Dedi, mən hazırım. Və Müslüm Uşacı meydana gəldi, Quranı götürdü, oxudu bunlara. Bunlar əvvəl onun sağ əlini kəsdilər. Sol əli ilə tutdu, oxudu. Sol əlini də kəsdilər. Niyə İmam Əli əleyhissalam o anda da istəyir qarşı tərəfə Quran oxunsun, onları hidayət etsin, onları haqqa çağırır? Niyə? Çünki məsələ çox önəmli bir məsələdir. İmam təkcə iş görmür, həmmə sünnə qoyur. Onlar içindən də hidayət olanlar oldu. Suyu ki bağlamışdılar Siffin döyüşündə, ağa xütbə oxudu, suyun qabağını açdılar. Sonra düşdü müsəlmanların əlinə. Müsəlmanların bəziləri ağaya təklif verdilər ki, biz də suyun qabağını kəsək, məcbur olsunlar, qoy təslim olsunlar. Dedi, yox, biz suyun qabağını kəsmərik. Təkcə ona görə yox ki, İmam Əli əleyhissalam çox mərhəmətlidir, insanlara şəfqətlidir. Bəli, şəfqətlidir, mərhəmət. Təkcə buna görə deyildi. İmam həm də mərdlərə hidayət etmək istəyir. Zərrə qədər qəlbində insanlığı, şərafəti olan insanlara yol göstərmək istəyir. Onlara qapı açmaq istəyir. Səni aldadıblar, gətiriblər meydana. Həzrət Əli, nauzubillah, düz yolda deyil. İndi onlar bunu təbliğ edirlər. Ona görə Həzrət Əli əleyhissalam məsciddə şəhid edəndə bəzilər dedi ki, o məsciddə nə edirdi? O namaz qılırdı. Deməli, təbliğat aparıblar ki, Həzrət Əli hətta namaz da qılmır. İmam Əli əleyhissalam qapı açır insanlar üçün. Kimin şərafəti varsa, insanlığı qalıbsa, zərrə qədər insanlıqdan payı varsa, bu mərdliyi görüb hidayət olmalıdır. İnsanları hidayət etmək çox önəmli bir məsələdir. İnsanlara yol göstərmək imamların, peyğəmbərlərin vəzifəsidir. Ona görə də İmam Hüseyin ağa öz Kərbalasının fəlsəfəsini insanları hidayət etmək göstərir. İnsanları oyatmağı göstərir. İnsanları aldadıb pis yollara aparırlar. İnsanlar fitrətən haqqın, ədalətin tərəfindədirlər. Amma aldadırlar insanları. Biz Kərbaladan bu dərsi almalıyıq. Təkcə özümüz üçün yaşamamalıyıq. Təkcə öz xoşbəxtliyimizi düşünməməliyik. Təkcə
özümüzün cənnətə getməyini fikirləşməməliyik. Dostumuzun da cənnətə getməsini düşünməliyik. Onun da hidayətinə çalışmalıyıq. Alimlərdən biri deyir bu narkotika alıda olan o gənclərin, o insanların deyir, pis işlərindən biri də budur ki, 2-3 nəfər də özü ilə apararlar. Tək gəzməzdir. 1 nəfər, 2 nəfər, 5 nəfər də aldadıb, özləri ilə o pis yola apararlar. İndi onların öz məqsədləri var, öz məqsədləri üçün. Sən deyir, bir namaz qılansan, hacısan, möminsən, müsəlmansan, hər ildə Məhərrəm ayında məscidə gəlirsən, xütbələri dinləyirsən, niyə başqasının hidayətinə çalışmırsan? Bu egoistlik mərhələsini keçməliyik. İnsan egoist olsa, təkcə özünü istəsə, o başqalarının xeyirxahlığını istəməz. Bizim dinimizin əsas prinsiplərindən biri də budur ki, ümumiyyətlə, nəsihət sözünün mənası xeyirxahlıq deməkdir. Əgər sən başqalarının xeyirxahlığını istəmirsənsə, sən Allahın bəndəsi ola bilməzsən. Özüvə istədiyini başqasına istəmirsənsə, özünü aldatma ki. Gör, özünə istədiyini başqasına istəyirsən. Sən istəyirsən ki, cənnətə gedəsən. Sən istəyirsən ki, cəmiyyətdə hörmətin olsun. Sən istəyirsən, xoşbəxt olasan. Övladın xoşbəxt ola. Ayrıları üçün istəyirsən ya yox. Meyardır. Bir var ədalət, bir də var fədakarlıq. İmamlarımız təkcə adil olmayıblar, onlar həm də fədakar olublar. İmam ki, canını, qanını, əzizlərini, hər şeyini Allah yolunda verir ki, insanlar ayılsınlar. Buna deyirlər fədakarlıq. Bu zirvədir. İmam özünü fikirləşsəydi, balalarını fikirləşsəydi, ona şərait də yaradardılar. Dəyməzdilər, Peyğəmbərin nəslidir, nəslin davamçısıdır. Ona hörmət eləsəydi İmam Həsənə, İmam Hüseynə, cəmiyyət Yezdin ətrafına yığışardı, Muaviyyənin ətrafına yığışardı. İmam dedi, yox, siz insanları zülmətə aparırsınız. Dini məhv edirsiniz. Dəyərləri ayaq altına atıbsınız. Biz bu günləri qeyd edirik ki, bu dəyərlər ölməsin. İmam Hüseyin ağa cənnətdədir. Hansı dəyər? İnsan gərək egoist olmasın. İnsan təkcə özünü istəməməlidir. Niyə Quran-ı Kərimin ayələrində deyəndə ki, namaz qılın, sonra deyir, zəkat verin, sədəqə verin. Niyə? Yəni, başqasını da fikirlər. Dünya bugün təbliğ elirdi, sizin nəyizə lazımdır, nə baş verir? Sənin öz həyatın var. Sənin öz ailən var. Bu, zahirən pis söz deyil, amma batinən çox zəhərli bir sözdür. Necə yəni? Mən fikirləşməməliyəm ətrafımda nə baş verir. Mən bilməməliyəm qonşumun çörəyi var ya yoxdur. Qohumumun vəziyyəti yaxşıdır ya yaxşı deyil. Dostumun ailəsində problem var ya yoxdur. Dostuma nə kömək edə bilərəm? Bu tam dinimizə ziddir. Kərbalaya ziddir. Bu məntiqlə əgər yanaşmış olsaq, biz bütün dinimizin qarşısında durmuş oluruq. İmam Hüseyin ağa hər şeyindən keçdi ki, insanları zülmətdən çıxarsın, insanlara dayaq olsun, insanların vəziyyətini düzəltsin. O insanlar ki, imama məktub yazmışdılar, onlar niyə imamı yarı yolda buraxdılar? Bilirsiniz nə ya? Onların çoxları. Onlar bilirdilər, İmam Hüseyin ağa əgər hakimiyyətə gəlsə, ədalətli bir cəmiyyət qurulacaq. Ədalətli bir dövlət yaranacaqdır. Onu bilirdilər. Çünki İmam Hüseyin tanıyırlar, ədalətli bir şəxsiyyətdir. Onu başa düşürdülər.
Ona görə də görəndə ki, İmam Hüseynin ətrafında müəyyən insanlar qaçdı, imam artıq zəifdir, yəni ictimai nöqteyi nəzərdən imam tək qoyublar, imam qalib ola bilməz, çəkildilər, dedilər bu bir dünyamız var da, bu da əlimizdən çıxar, qaçdılar, imam tək qoydular. Onlar özlərini fikirləşdilər, bunu etdilər. Egoist idilər, çünki öz canlarını fikirləşirdilər, təkcə öz maraqlarını düşünürdülər deyə onlar imamı tək qoydular. Amma imam isə, onun ətrafdakılar isə, o 72 nəfər isə, onlar hər şeyindən keçib dəyərlərin qorunmasına çalışırdılar və hər şeyindən keçib insanlara xidmət etməyi düşünürdülər. Bu məktəb Əhl-i Beytin məktəbidir, İslamın məktəbidir, Qur'anın məktəbidir. Biz bu məktəbdən bu dərsləri almalıyıq. Birinci məsələ budur, biz təkcə öz xoşbəxtliyimizi yox, həm də digərlərinin xoşbəxtliyini düşünməliyik. İmam Əli əleyhissalam Əbdavudla döyüşdə üz-üzə gəldi. Əbdavud məşhur bir pəhləvan idi. Çox məşhur bir pəhləvan idi. Əmr ibn Əbdavud. Əbd qul deməkdir. Vod da, vəd də Quranda gəlir. Bütün adıdır. Əbdavad, yəni o bütün bəndəsi. Vod bütün bəndəsi. O bütün adı vod idi. Vəd, vod deyiblər. Bunun Allahı büt idi. Və məşhur bir pəhləvan idi. Əli əleyhissalam da yaşı onda az idi, cavan idi. Gəldi, çıxdı qoşunun qabağına. Əhzab döyüşündə. Sizdən kim məndən vuruşa bilər? Biz bura qədər eşitmişik, çox da eşitmişik. Əli əleyhissalam şücaətindən danışıblar bizə. Aleykəssalam və rəhmətullah. Meydana çıxanda, imam onunla qarşılaşanda ona 3 təklif verdi. Birinci dedi ki, sən gəl müsəlman ol ki, hidayət etməyə çalışıram. Döyüş meydanında. İstəmir o cəhənnəmə getsin. İslam'a qarşı çıxıb, Qurana qarşı çıxıb, Allahı da bütdür, bütü Allah kimi qəbul edir. Bir bütpərəsti döyüş meydanında İmam Əleyhisselam hidayət etmək istəyir. Dedi mənə, İmam ondan söhbətə başlayanda dedi, sən deyibsən ki, Qureyşdən kimlə üz-üzə dursam, Qureyş bir tanınmış qəbilə idi. Qureyşdən olan bir döyüşçü ilə mən üz-üzə gəlsəm, onun 3 təklifindən birini qəbul eləyərəm. Ağa buyurdu ki, müsəlman ol. Dedim, mən müsəlman olum. Mənə deməzlər ki, belə bir pəhlivan, bir cavanla üz-üzə gəldi, özünü itirdi, qorxdu, gəldi, müsəlman oldu. Və orada İmam Əli əleyhissalama o müəyyən məsləhətləri verirdi. Sən cavansan, sən niyə məndən istəyirsən vuruşasan? Özünə əmin idi ki, imamı şəhid eləyəcək. O halda da imam onu hidayət etmək istəyir. Sonra deyir ki, çıx get də, vuruşma yenə İslamla. Bu da hidayətə hesablanır. İstəyirdi imam onu uzaqlaşdırsın, sonra o bir düşünər, bir fikirləşər, ona fürsət verirdi, möhlət verirdi. Bəlkə sonra hidayət olur. Dedi, yox, mən gedə bilmərəm, mən sizinlə vuruşmağa gəlmişəm. Onda ağa, bəziləri deyir ki, düş atdan, atın qışlarını kəsdi və s. İncə məqamlar var burada. Birinci önəmli məqam budur ki, hətta Əbdavud kimi bir şəxsi də imamlarımız hidayət etmək istəyir. Onları düz yola çəkmək istəyir. Sonuncu mərhələdir, mən səninlə vuruşuram, səni aradan qaldırıram. Və onu yıxanda, o hörmətsiz eləyəndə, ağa getdi bir neçə dəqiqədən sonra onun başını kəsdi. Yazırlar tarixdə, bacısı gəldi onun başının üstünə, dedi, mən qardaş sənin üçün ağlamaram. 2 dəlillə əsasən sənə ağlamaram.
Birincisi, mən elə bilirdim ki, sən bənzərsiz bir pəhləvansan. Sənin kimisi yoxdur. Demək, sənin kimisi var imiş. Səndən də güclüsü var imiş. Ona görə ağlamaram sənə. İkincisi də, ona görə ağlamaram ki, səni yıxıb, səni qətlə yetirib, amma sənə dəyməyib, toxunmayıb. Ərəblərdə belə idi o vaxtlı döyüşlərdə. Əgər bir pəhləvan digər bir pəhləvanı yıxırdısa, onun bütün paltarlarını götürüb, bütün o üstündəkilərini götürüb gedirdi. Ağa dəyməmişdi ona. Basır idi, ona görə mən sənə ağlamaram. İmamlarımızın hətta döyüş səhnələri belə mərdlik, mərifət, ədəb, ərkan əlamətləri ilə doludur. Belə bir şəxsiyyətlərin biz şiyələriyik. Biz dünyaya təkcə imamlarımızın, əhl-i beytimizin, dinimizin şücaəti ilə mesaj vermirik. Şücaət öz yerindədir. Əsas məsələ İslamın əxlaqıdır, ədəbidir, mərdliyidir, insaniyyətidir. Bu döyüşlərdə ki, düşmən tərəfi vurur, bizimkiləri çox qətlə yetirirdi, biz də onlardan öldürə bilərik. Çox da öldürə bilərik. Amma biz insan öldürməyə özümüzə şərəf bilmirik. Bu məsələ çox önəmli bir məsələdir. Kərbala məktəbinin birinci mesajı, ismarıcı bizə budur ki, biz təkcə özümüz üçün yaşamayaq. Digərlərinin də hidayətinə çalışaq. Digərlərinin də müşküllərinin həll etməsinə çalışaq. Digərlərinin də xoşbəxtliyini istəyək. Mənim olsun, məndə olsun, mən xoşbəxt olum, mənim ailəm xoşbəxt olsun, mənim balam xoşbəxt olsun. Bu bizim məktəbimizə xas olan xüsusiyyət deyil. Ümumiyyətlə, Allah bu bəndəni sevmir. Bunlar hamısı Allahın bəndələridir. Bugün birinci gündür mən çox uzun-uzadı danışmıram. Söhbətimin əsas məğzi mahiyyəti budur ki, inşallah növbəti gecələrdə bu barədə geniş danışacağım. Biz egoist olmayaq. Kərbala deyir ki, İmam Hüseyin ağa hər şeyindən keçdi ki, insanlar xoşbəxt olsun. Amma sən hər şey eləyirsən ki, hətta insanlara da vada verirsən ki, özün xoşbəxt olasın. Bu mümkün olan bir şey deyil. Sən gərək öz malından keçəsən, haqqından keçəsən, vaxtından keçəsən ki, insanlara xidmət eləyəsən. Bu böyük bir şərəfdir. Ona görə İmam Sadiq ağa buyurdu, cənnətə gedən abidə deyildi, daxil ol. Amma alimə deyildi ki, sən gözlə, başqalarını da aparacaqsan cənnətə. Sən vasitə olacaqsan. Allah bizi o möminlərdən, müsəlmanlardan qararsın. Allahım sənə and verirəm izzəti və cəlalı var. Əhl-i beytin hörmətinə, Kərbalanın hörmətinə, aqibətimizi, axirətimizi xeyirli eylə yine. İmanımızı, ixlasımızı kamil eylə yine. Bizi Əhl-i beyt yolunda sabit qədəm eylə yine. Allahım sənə and verirəm izzəti və cəlalı və Əhl-i beytin hörmətinə. Hacətlərimiz var. Qəlblərimizdən sən agahsan, hacətlərimizi rəva eylə yine. Müşküllərimizi həll eylə yine. Nəzərdə olan xəstələrimizə şəfa inayət eylə yine. Allahım sənə and verirəm izzəti və cəlal və Əhl-i beytin hörmətinə. Uca olan İslam bayrağını daha da uca eylə yine. Allahım İslam ümmətinin alimlərini, rəhbərimizi pənahında hifz eylə yine. Allahım sənə and verirəm izzəti və cəlal və Əhl-i beytin hörmətinə. Bizi Qurandan Əhl-i beytdən ayrı salma yine. Esselamu aleykum və rəhmətullahi və barakatuh. Allahümme salli ala Muhammed ve ali Muhammed.